Hakkı danan gafil, haktan qaçınmır. Bu poemanın bir hissəsidir ki, haqsızlığa qarşı yazmışam. Gecə namazı qılıb, Allahın lütfü kərəmindən. Ey adı ən gözəl əsma-ül hüsna, təcəssüm tapmışdır cəlal-ı xuda. Kəmal-ı nurunun nübüvvətində, cəlalın, cəmalın imamətində, haqq min bir adındır lövh-ü məhfuzda, səf-səf mələklərin edən zikridir. 7 göy aləmi mələklərindən daima oxunar tac oxşan kəbir. Ey Rəbbim, durmuşuq əmrə müntəzir. Edirik hər zaman mədhini biz, edirik hər zaman mədhini nəzir. Uymuşdur yeryüzü fitnə fəsada, zalim tağutlara, darul fənaya. Şeytan zinət vermiş bu puç dünyaya. İnsanlar rəqs edir şur-u qovvada, damlarda, yollarda, həm də bazarda. Haqq nahaqla durub üzzə durmuş. Haqq nahaqla budur üzzə durmuş. Haqq çox zəifləmiş, nahaq zor olmuş. Mən də zalim, haqdan nişan insanam. Haqqı sevə-sevə, haqdan qaçırmı? Haqq tevhid dinidir, həm nübüvvətimdir. Haqq Rəsul-u Xuda imamətimdir. Peyğəmbərlərdən sonra qiyamətədək pak İslam dininin davamı olan 12-ci imam Məhdi zaman, sahibi zaman, əsri və zaman, dünya məzlumlarının xilaskarını Allahın əmri ilə gözləyirik biz. Məhdi zuhur edər ərş-i əladən, Kəbə ətrafından, o Beytullahdan, başında əmmamə Rəsulullahın əynində zülfüqar o mürtəzanın, barmağında üzük İmam Həsənin, səbri müstəba əleyhissalamın, siyasəti İmam Hüseyin ağanın, şücaəti İmam Hüseyin ağanın, elmi Baqir el-Ulul Əzmi Hüccət İmamın. İndi sən də haqdan uzaq olan kəs, haqqı bilə-bilə haqdan qaçınmı? Səcdə-i Səccadə Zeynəl Abidin, Cəfəri Sadiqin sədaqəti ilə, Zəhmi Musa-i Kazım əleyhissalamın cəddi İmam Rıza rizayəti ilə, İmam Muhammed Baqir Təqinin zəkavəti ilə, İmam Əliyyən Nəqinin heybəti ilə, İmam Həsən Əskərinin səlabəti ilə, üzündə həm nuru əsma-ül husna zuhur edər o vaxt İmam-ı Xuda, yenər göydən onunla Həzrəti İsa, 2 amoğullar Allah əmri ilə verərlər əl-ələ Kəbə üstündə, o haqq çıraqdarı, haqq xilaskarı, dünya məzlumlarının havadarları, haqqı bərpa edər yer üzərində, mən də zalim, haqdan nişan insanam, haqqı sevə-sevə, haqdan qaçınmı? Allahın adı ilə başlayaraq mən şeytana 100.000 lənət deyirəm. Şeytan düşmənidir uca Allahın, onun üçün cənnətdən qovulmuş sanın. Aldanma şeytanın naz qəmzəsinə, 100.000 hiləsinə, naz-ı şivəsinə. Şeytan bir həyasız mələksə insan, sonsuz bir qüdrətdir uca yaradan. İndi sən də şeytan sifət ey insan, şirin dillər ilə ruhumu sıxma. Söyürsən söy məni, üstümə, uçuruma yıxma. Allah'ın tevhiddir, qadir-i Sübhan, bütün yaranmış onlara mehriban. Tək odur dünyada hamıya rəhman, Covşən kəbirdə min bir adı var, təcəssüm etdiyi sifətin onlar, təcəhhüm etdirir sifətin onlar. Allah'ın adıdır müdabbir-i mumin, hafizdir, qadirdir o pərverdigar, hak yolu asiman, qibləgahında, Kəbədir, qüdsüdür özlərgahında. Əs-Seyr surəsi Rəsulə əyan, orada 3000 kəlmə olmuşdur bəyan. Bir də haqq aşiqi, Əli sevgisi, mömin ürəkləri etmiş çırağban. Allah öz nurunu göstərdi bizə, qulu Məhəmmədə, Beytul Məmurda, ona zikr etməyi, təsbih etməyi əmr etmiş, tapşırmışdır mələklərə. Əli bir
Əli bir cüzcüdür, nütfəsi paçdır. Əli bir vücuddur, nütfəsi paçdır. Xaliq öz nurundan üçün yaratmışdır. Kəbədir Əlinin doğulduğu yer. Onun üçün bir adı Əbu Turabdır. Əlini çağıran ey qafil insan, Əlinin mehri ilə yaşayıb hər an, Rəbbimə şükr etdim hər sabah axşam, haqqı danan qafil. Ağamı söymə, söyürsən söyməni, haqdan qaçınmı? Və rəhmətullahi və bərəkatuhu.